Deməli, gəlin birlikdə əvvəlkilərin qəbuluna düşən belə bir sualın izahına baxaq. Deməli, bizə şərtdə deyir ki, 3 qram etan yanmasına 156 kilojol istilik ayrılır. Reaksiyanı yazıram. CH6 plus oksigen alınır karbon qazı plus su. Əmsallaşdırıram. Bizə deyir ki, 3 qram etan yanında 156 kilojol istilik ayrılır. Deməli, etan 3 qramdır. 3 qram yananda 156 kilojol istilik ayrılmışdır və bizdən şərtdə yanma istiliyi istədiyindən biz bunun 1 molunu götürəcəyik. Yanma istiliyi də 1 mol maddənin yanmasına sərf edilən istilikdir. Deməli, 1 mol etanın kütləsi 30 qramdır. 30 qram yanmasına nə qədər sərf ediləcək istilik? 10 dəfə artıb, bunu da 10 dəfə artırırım, eləyəcək 1560 kilojol. Bunu tapandan sonra mənə heptanın yanma istiliyini tapın və deyir ki, hər CH2-yə də 660 kilojol istilik sərf edilir. Yazıram buradan C2H6, C7H16. Bunlar arasında 5 dənə CH2, yəni homoloji fərq var, elə deyilmi? Bir dənə C2H6-nın yanmasına 1560 kilojol istilik sərf edilmişdir. 5 dənə CH2-yə isə, yəni bir dənəsini 660 da 5 dənəsini olacaq 5 vurulsun 660, o da bərabərdir eləyəcək 3300 kilojol. Elə deyilmi? Bunu yazandan sonra indi mən bunu tapa bilərəm. Heptanın yanma istiliyini tapmaq istəyirəmsə, deməli etanla bu 5 dənə homoloji fərqə sərf edilən istiliyi toplayacağam. Nə edəcək burada? 1560 üstə 3300 gələcəm, olacaq 4860 kilojol. Cavabımız da A bəndi.